Hər kəsin danışmağa dəyər bir hekayəsi var. Güclü və ilham verici həyat hekayələri. Əlilliyi olan şəxslərin uğur və motivasiya dolu hekayələri. Mənim hekayəm. ARB və Dost TV-də. Xoş gördük. Əziz və dəyərli izləyicilərimiz, mənim hekayəm efirdədir. Həmişə olduğu kimi bu dəfə də sizə çox maraqlı bir qonağı təqdim edəcəyik. Bəli. Həmkarım Güllər xanımla birlikdə. Xoş gördük, salamlayıram hər birinizi, əziz və dəyərli Dost TV izləyiciləri. Bugünkü qonağımız əslində söz aləmi, insan düşüncələri, dərin fəlsəfi düşüncələrlə bağlı olan bir insandır. Yazıcı, psixoloq Orxan adı gözəldir. Qonağımız xoş gördük Orxan bəy, necəsiniz? Xoş gördük, salamlayıram sizi. Xoş gəldiniz. Salamlayırıq. Orxan bəy, sizi şəxsən bir yazıcı kimi tanımağa başlamışam. Neçə illərdir artıq tanıyıram. Elə ilk sualım da bununla bağlı olacaq. Nə vadar elədi sizi yazmağa, söz aləminə gəlməyə? Yazmaq həm də, bir dəfə də belə sual vermişdilər, yazmaq həm də bəzi şeylər var ki, sən eləyə bilmirsən. O eləmək istədiklərini həm də yazmaqdır. Bu yaradıcılıqdır da. Yaradıcılığın içində hətta dağıdıcı nəsnələr ola bilər ki, sən onu sadəcə yazaraq bu narahatlıqların içindən kənarlaşdıra bilərsən. Sublimasiya deyilən bir şey var. Bu Sigmund Freudun kəşflərindən biridir də, ifadə. Hansı ki, tutalım, sublimasiya dağıdıcı məsələləri yaradıcı sferəyə daşımaq. Bir oğlanı qız atır və yaxud da qız oğlan atır. İkisi də nakam eşq yaşayırlar və o nakam eşqi bir var ki, narahatlıq formasında yaşayasan, giləy-güzar eləyəsən, dağıdasan aləmi, kimdənsə fiziki intiqam alasan. Bir də var ki, onu götürüb şeirə çevirirsən, ya bədii bir başqa bir nümunəyə çevirirsən, ya rəsm çəkirsən. Bu da həm də bir növ sublimasiya, həm də bir növ həmin o yazının yaradıcı sferəyə daşımasıdır. Yazmaq da mənim üçün həm də özünü ifadədir və bu çox gözəldir. Çox gözəl. Orxan bəy, mən istəyirəm birinci qısaca həm də verilişimiz haqqında da bir məlumat verim ki, mənim hekayəm verilişində biz həmişə istedadı olan, əlilliyi olan dostlarımızı cəmiyyətə yaxından tanıdırıq və bir çox istedadı olan şəxslər olub verilişimizdə və çox maraqlı kitablarınız da var, onlar haqqında da danışacağıq. Amma biraz istəyərdim, biraz əvvələ qayıdaq. Çünki bizi izləyən izləyicilərimiz sizdə reallıqdır, bir əlilliyi görür və bir sual yaranır ki, Orxan bəyə nə olub, nə baş verib həyatında ki, bugün əlil arabasında bir həyat sürür? Bu ən çox verilən suallar içərisindədir. Hətta belə bir video hazırlamışdım ki, əlilliyi olan şəxslərə verilən əsas ən böyük suallar da sənə nə olub deyirlər. Qəza keçirmişəm mən. 19 yaşım olanda qəza keçirmişəm. Onurğa travması almışam, çaya yıxılmışam baş vuranda. Həmişə çimdiyim çay idi, sadəcə konsentrasiyanı itirdim və çayın səviyyəsi də aşağı düşmüşdü Kür çayının. Və nəticədə onurğa travması aldım. O vaxtdan bəri, yəni təkərli... Boyun fəqərəsi qırılıb. Bəli. Yuxarı ətrafda C5 kompression sınıq diaqnozudur və ondan bəri təkərli arabadan istifadə edirlər. Və eyni zamanda qollarınızda da bir zəiflik, ayaqlarınızda da... Bu avtomatik bütün bədən iflici olmuşdu həmin vaxt, amma tədricən zamanla daha da yaxşı təkmilləşdi, reabilitasiya falan özündə. Amma bugün bax gördüyünüz işlərə baxanda, Orxan bəy, mənim özüm də bir əlilliyi olan bir şəxs olaraq həyatı yaşayıram və çevrəmizdə bir çox əlil dostlarımız var ki, Gülnar xanım, görürəm nə qədər çətin olsa da onların həyatında belə deyək də hərəkət etmək və yaxud da özünü idarə etmək, amma güc toplayıb neynəsə məşğul ola bilirlər. Mütləq şəkildə özlərini cəmiyyətə sübut eləyirlər.
Bax, maraqlıdır bu kitablar. Biraz bu kitablar haqqında da danışarıq. Amma mənim özüm üçün şəxsən də maraqlıdır ki, Orxan bəyin bu ideya, fikir və təsəvvür, bunlar necə yaranır? Bu bir kitab yazar olaraq başlayırsınız, artıq bu kitabı yazırsınız və ərsəyə gətirirsiniz. Söhbət əgər məhz bu kitablardan gedirsə, bayaq sizin istifadə etdiyiniz sözə qayıdacağam. Cəmiyyətdə özünü sübut eləmək. Düşünmürəm ki, məndə bu belədir. Bəli, yazıçılıq məhz başqalarının oxunması üçün kimsə deyə bilər ki, yox, mən özüm üçün yazıram, yalan söhbətdir. Yəni sən adada da gedib otursan, tək başına özün üçün yazmayacaqsan və onu kimsə istəyirsən oxusun. Yaradıcı proses başqalarını nəzərdə tutaraq baş verən hadisədir. Əlbəttə hamını yox, amma ümumi formada şəxsən öz adımdan deyim ki, birinci publisistik yazılarla başlamışam. Məsələn, əlillik, inklüziv sahə ilə əlilliyi olan insanların hüquqları barədə, onların həyatında olan sosial çətinlikləri yazı halında dilə gətirmişəm. Amma ardınca sonradan bir hekayə yazmaq qərarına gəldim. Kiçik bir hekayə yazdım. Gördüm ki, çox müsbət rəylər gəldi və ardınca da təklif gəldi nəşriyyatdan ki, inklüziv sahəni əhatə edən əlilliyi olan uşaqlarla bağlı bir şey yaz. İdeya verdilər sadəcə, amma demədilər nə, necə haqqında yaz və mən ondan sonra məsələ Əngəlsiz Arzular adında kitabı yazdım. O kitab məhz uşaq ədəbiyyatı sayılır. Əlbəttə böyüklər də ondan faydalana bilərlər və həmin kitab hazırda məsələn Təhsil Nazirliyinin nəzdində olan kitabxanalara paylanılıb da hətta bir çoxuna və inklüziv sahəni əhatə edən kitablardan da orada bədii ədəbiyyat hesab edilir və bu kitabı yazandan bəri deyim ki, yüzlərlə uşaqla görüşmüşəm. Özəl və dövlət məktəblərində. İndi də o cür görüşlər olur və bu görüşlər əsasən əlilliyi olan və hətta heç bir əlilliyi olmayan uşaqların da əhatəsində baş verir. Yazmaq mənim sevdiyim yazıçılardan biridir. Stephen King deyir, yazmaq dirilik suyunu içmək kimidir. O suyu içmək seçimdir və bu seçimi eləmişəm. Və maraqlı, bax, bu Əngəlsiz Arzular kitabı mənə biraz diqqətimi çəkdi. Nəyə görə? Məhz uşaqlardan, məhz əlilliyi olan uşaqların həyatından tutaq ki də bir balaca bir hissə ki başlayır, bir ayağı olmayan bir uşağın həyat hekayəsidir. Və bu düşünürəm ki, bu çox maraqlıdır ki, uşaqlar oxuduqca artıq əlilliyi olan başqa bir şəxslər haqqında məlumatlar olur. Məhz uşaq yaşlarından. Bəli, çünki uşaqlıqda ümumiyyətlə hansısa dil olsun, digər bacarıqlarımız olsun, onları mənimsəməyimiz daha dərindən olur və daha qalıcı olur. Uşaqlıqda, yəni hətta 6-7 yaşa qədər şuursuzluq da açıq olur. Bizim orada şuursuzluğumuza bir çox şeylər hopur. Bu neqativ də ola bilər, pozitiv də adlandırılan şeylərdir. Uşaqlar üçün olan yazı həm də mən daha yazıb onu uşaqlarla görüşəndən sonra daha yaxşı anladım ki, nə yaxşı məsələ uşaq ədəbiyyatından başlamışam. Çünki əlillik qaçılmaz bir şeydir, bütün dünyada var. Və Azərbaycanda da yəni statistika göstərir ki, yarım milyondan çox əlilliyi olan adam var. Və əlbəttə ki, əlilliyi olan uşaqlar da var. Və orada Əngəlsiz Arzuların qəhrəmanı bir ayağı amputasiya olunan uşaqdır. Və hətta o əvvəldə özü belə yəni motivasiyasız olur, xeyli bədbin olur, amma sonradan təkan tapır özündə. Və bu bir növ həmin o digər uşaqların da həm bu sahədə bir növ maariflənməyi, həm də müəyyən məlumatın olmağıdır. Mən orada konkret deməmişəm ki, bu belə olmalıdır, o elə olmalıdır. Seçim onsuz da hamıda şəxsi və fərqli olacaq. Bəli. Yəni bu bir şəxsin həyatını göstərmisiniz və başqa bir uşaqlar da bunu oxuyanda həm tanışlıq olur. Yəni artıq bir ayağı olmayan başqa bir uşağa, əlil arabasında olan başqa bir uşağa fərqli yanaşmırlar. Çünki artıq kitabı oxuyur və o həm güc, həm motivasiya, həm özünə inam orada hamısı var. Orxan bəy, bir balaca da əvvələ qayıtmaq istəyirəm. Orxan bəy 19 yaşına qədər ki həyatı, o qəzaya qədər ki həyatı nə ilə məşğul olur? Hətta hiperaktiv həyatım olur. Uşaqlıqdan elə. Çox fəal olmuşam və nəticədə valideynlərim təklifi ilə futbola getdim. Sonra futbolla məşğul oldum. Hətta futbolla 6 ilə yaxın məşğul olmuşdum. Sonradan o peşəkar səviyyəyə də gəlib çatdı.
Ardınca hətta başqa idmanlarda da özümü sınamışam. Bu sərbəst güləşdir. Eyni zamanda karate növündə də, sonra da kickboks və boks. Nəticədə ən axırda tanış olduğum idman və özümü sınayıb orada daha da peşəkarlaşdığım və özümün də çox bəyəndiyim, hətta bir növ ehtirasına çevirdiyi kapoeira döyüş sənətidir. Hansı ki, kapoeira döyüşü məhz bir izlədiyim film var. Only the Strong. Yalnız ancaq güclülər filmi. O filmi izləyəndən sonra orada bir keçmiş hərbçidir. Gəlir məktəbə kapoeira dərsi verir. Biraz çətin tərbiyə olunan uşaqlara elə idi də kinoda. Ondan sonra mən də qərara gəldim ki, kapoeira gedim. Mən hardasa 11-ci sinifin axırında. Və elə oldu ki, kapoeirada məşqçilik səviyyəsinə qədər yaxınlaşdım. Orxan bəy, 19 yaşına qədər bu qədər aktiv həyat keçirmisiniz. Belə deyək, məşğul olduğunuz nə sahə olubsa, orada peşəkar səviyyəyə də gəlib çatmağa çalışmısınız. Bəli. İstərdim bu sualı verim sizə. Əlillik həyatınızda nələri dəyişdi? Düşüncələrinizdə nələri dəyişdi? Təbii ki, fiziki durumunuzda dəyişiklik oldu. Bəs düşüncələrdə Orxan Adıgözəl kimə çevrildi əlillik qazandıqdan sonra? Yaxşı sual, çox sağ olun. Demək, dostumuz var, Elmar Bayramov. Hazırda Amerikada yaşayır və kapoeirada həmkarım olub. Əvvəl o hətta məşqçi idi, mən məşqçi işləməmişdən qabaq. Sonra isə artıq həmkar olduq. Elmar sonradan burada kino rejissoru kimi özünü sınadı və Amerikaya gedəndən sonra da hətta mənim haqqımda film çəkib. Adı filmin Let Me Run-dır. Əl çatımlıdır. Bunu YouTube-da da izləmək olar. Qısa metrajlı film çəkdi, bədii film. O filmin də əslində fikri elə məndən gəldi ki, qəza keçirəndən sonra o qədər aktiv, yəni idmanla məşğul olurdum ki, yəni təkcə kapoeira ilə yox, hətta qaydası döyüşə də gedirdim. Bir ilə yaxın o hiperpasiv vəziyyətə keçəndə təsəvvür edin, əl işləmir, ayaq işləmir, uzanmısan bir vəziyyətdə, amma beyində ancaq döyüş gedir. Bir ilə yaxın davam elədi. Daha sonra isə mən artıq publisistikaya başladım, yazı yazmağa başladım. Gördüm ki, həmin o enerjini yazıya çevirmək olur. Və bu artıq elə bir ki, sən əvvəl fiziki göstərirdin, özü ifadə edirdin bir çox şeydən. Bu hətta bir çox hallarda dağıdıcıdır. İndi isə bu daha çox yaradıcı sferaya daşındı, həmin o enerji. Enerji transformasiyası baş verdi, belə deyək. Ona görə əslində çox ciddi bir şey dəyişmir. Mən ünsiyyətçil olmuşam həmişə. İndi də eləyəm. Hətta daha çox dostlarım olmağa başlayıb. Bu vaxtda dostlarım var idi və dəyişiklik olan oldu ki, sən artıq başqa bir nöqteyi nəzərdən baxmağa başlayırsan həyata. Daha fərqli baxırsan, daha dəyişik. Belə olduğu halda da yeni işlər görmək, ideyalar gəlir və elə bir ki, daha fərqli bir həyatda artıq fərqli işlər görürsünüz. Mən əslində bir haşiyə çıxmaq istəyirəm. Orxan bəylə danışanda bir yazıcıdan çox bir psixoloqla danışırmış kimi hiss edirəm. Həqiqətən artıq o peşəsi ruhuna sirayət etmiş şəkildədir. Biz adətən görürlər də pozitiv və yaxud da negativ can deyirlər, sənə nə olub, ay Allah canım, başıma dönüm, belə şeylər deyirlər, Allah şəfa versin deyirlər. Bu bütün insanlarda var. Kiməsə yazıq gələndə şuursuz olaraq fikirlərindən bu keçir. Şükür Allaha ki, mən sənin vəziyyətində deyiləm yəni. O sözü deyəcəkdim bayaq. Bu şükür Allaha ki, mən sənin vəziyyətində deyiləm. Mən də istəyərdim ki, cəmiyyətimiz o baxışdan baxmasın. Çünki anlaşılma belə anlaşılır ki, mən Orxana baxıb özümə şükür eləyirəm ki, motivasiya çıxır da belə ki, bax ona bax, özünə şükür elə. Amma Orxan bəy, belə bir məsələ də var da, bəlkə siz də rastlaşarsınız. Cəmiyyətimizdə hamı eyni qaydada düşünməyə bilər də. Məsələn, kimsə baxıb Orxanın, Amidin, Gülnar xanımın və yaxud da kimlərinsə həyatından özünə bir balaca bir motivasiya ala bilər. Çox gözəl. Yəni ki, güc toplaya bilər ki, məsəl üçün, mən Orxan bəyi tanıdım, tanış olmaq istəyirəm. Onun kitabını oxumaq istəyirəm. Özümə oradan motivasiya almaq istəyirəm. Yanaşma fərqi var. Mən belə düşünürəm. Necə düşünürsünüz? Yəni mənim demək istədiyim də bu idi ki, bir var ki, sən görürsən, sevinirsən, şad olursan, bir də var ki, nə yaxşı mən elə deyiləm deyirsən də, şükür Allah, mən elə deyirəm. Davamlı olaraq bizə baxıb kimsə şükür eləyir, kimsə yazığı gəlir. Yəni bu insanlara çox
ağrılı gəlir. Yəni psixologiyada da belə bir şey var. Kimsə ölümü xatırlaya bilər, kimsə xəstə anasını, yoldaşını, rəhmətlikləri yada sala bilər. Ola bilər, amma yəni həyatın tərkib hissəsidir. Əslində inklüziv mühit, müəssər cəmiyyət olandan sonra əlilliyi olan şəxslərin sayı əslində çoxdur Azərbaycanda. Onlar küçəyə də çıxacaqlar, ora-bura da çıxacaqlar və görəcəklər ki, bax bu da gedir, gəzir. Yəni indi daha çox maşallah əslində əlilliyi olan adamlar çıxmağa başlayıblar. Əvvəllər daha az idi. Əslində insanlar bunu görməlidir, bilməlidir ki, cəmiyyətdə bəli, məhz belə insanlar da var. Bağçadan tutmuş, mən ona görə uşaqları xitab edirəm. Uşaq məktəblərə qədər və eyni zamanda digərləri də. Elə istərdim bu məsələyə toxunmaq, Orxan bəy, fikirlərinizi bilmək istərdim. 19 yaşından bəri əlillik qazanmısınız, bu həyat tərzini yaşayırsınız. Bu illər ərzində əlilliyi olan insanlara münasibətdə hansı dəyişiklikləri görürsünüz? Ümumiyyətlə, varmı? Müsbətə doğru dəyişikliklər görürsünüzmü? Əlbəttə, müsbətə doğru dəyişikliklər var, tədricən. Onu sadəcə biz, əslində, inklüziya nədir? Əlilliyi olan insanların fəallığı, əlilliyi olan insanların həmin məsələlərə özləri ilə bağlı qərarlara özlərinin də dolayı və birbaşa iştirakı. Görürəm ki, əlilliyi olan insanların fəallığı çoxalıb. Bu çox sevindiricidir. Və əlilliyi olan insanların mollarda, digər yerlərdə, məsələn, müəssər olan yerlərdə daha çox görürəm. Yəni, yaradıcılıqla məşğul olurlar. Bilirəm ki, Dost Agentliyinin özündə də bu sahədə inklüziv bir agentlik var. Orada da xeyli insanlar var. Hətta kapoeirada var. Orada bilirəm ki, inklüziv kapoeira çox yaxşıdır. Başqaları da görür, gəlir. Amma məsələn, bunun çox olması üçün təkcə Bakıda yox, istərdim bölgələrdə də olsun. Hazırda var, regionlarda da var. Regionlara da sirayət eləsin və regionlarda da yəni insanlar kənd yerlərində evlərinə qapanmasınlar. Çünki elə olub ki, rastlaşmışam 50-60 yaşında insanlar o qədər evdə olublar ki, onların sosial bacarıqları aşağı düşür. Bir adamla danışa bilmirlər. Bu heç əlilliyin olmadı. Sən insan sosial varlıqdır axı. O kimləsə artıq ünsiyyətdə olmayanda, danışmayanda, fikir mübadiləsi olmayandan sonra artıq bu elə bir ki, bacarıqlar atrofiya olur. Belə ona görə fikirləşirəm ki, müsbət dəyişikliklər üçün əslində əlilliyi olan adamlar daha da çalışmalıdırlar. Bizdən çox şey asılıdır. Razıyam, bəli. Mən də razıyam. Həqiqətən çox fərqli bir düşüncə idi, amma tam təsbit etdiniz. Cəmiyyətə yəni çıxmalıdırlar. Bundan da əlavə, bu gün də yaxşı dediyiniz kimi, bax, imkanlar yaradılıb da. Mən çıxmayım, məsəl üçün, halım yoxdur, utanıram, cəmiyyət mənə belə baxacaq, elə baxacaq, bu baxışlar. Bax, Orxan bəy, baxışlardan biraz danışaq. Var, cəmiyyətdə hələ də mövcuddur. Çalışırıq ki, biz uğuru nəyə görə göstərmək istəyirik? Yəni, dediyiniz kimi, bu şəxsə yazığı gəlib, qulaq çəkib və yaxud da ona bax, özünə ay bala şükür elə kimi misallar yox, tam əksinə. Yəni, nə gözəl işlər görür, nə böyük uğurlar qazanır dostumuz deyə. Çünki insanı idarə edən hələ doğrudan da psixikadır. İnsanın bədəni də tutula bilər, amma bu sənin fikirlərini əngəlləmir, düşüncələrini əngəlləmir. Yəni, dünyada bunun çox sadə nümunələri var. Stephen Hawking, yəni fizik olub, yəni bədəninin hardasa 95% işləməyib, yəni danışa bilməyib adam. Yəni, deputatlar var dünyada və daha çox fəal olduqca o fəallıq əslində başqalarına da sirayət edəcək və daha yaxşı olacaq cəmiyyət. Qaldı baxış məsələsinə, yəni artıq mənə o şeylər qətiyyən narahat eləmir. Əvvəl də heç narahat eləmir. Bir növ əslində bilirsiniz, bu məsələni biraz zarafata salmışam. Çünki bayaq istifadə etdiyim söz var idi, sublimasiya. Sən neqativ enerjini, neqativ kimi gördüyün enerjini hətta yaradıcı və daha pozitiv bir şeyə çevirirsən. Tutalım, məsələn, ən çox zarafata saldığım məsələlərdən biridir də, hətta bu haqda vloq da hazırlamışam. Hətta əlil arabasında oturmağın avantajları haqqında video hazırlamışam. Yəni, sən növbət tutmursan, toyazada gedəndə stul axtarmırsan. Yəni, stereotipləri aşaraq fərqli yanaşmadır. Yəni, bu formada. Yəni. Maraqlıdır əslində, o doğru yanaşmadır mənim təsəvvürümdə də. Çünki biraz da bu istiqamətə o şəkildə yanaşmaq yoxdur. Yəni, əlil arabasında gördüyümüz şəxsi
dilənçi kimi görmək də yox. Artıq cəmiyyətimiz elə görmür. Artıq bir çox həm verilişlərimiz vasitəsindən, həm bizlərin, sizlərin kitablar vasitəsindən cəmiyyətə mesaj ötürərək biz başa salırıq ki, yəni cəmiyyət də bizik də, yəni özümüz, cəmiyyət deyəndə özümüzük. Yəni biz heç kimi ayırmırıq. Yəni sadəcə olaraq çalışırıq ki, yaşanılan həyatı doğru şəkildə təqdim eləyək. Orada bir yazıqlıq və yaxud da orada bir fərqlilik tamamilə görsənmədən cəmiyyətin eyni bərabər üzvü olaraq başqa bir yazarımız da var. Orxan bəy də gözəl kitablar yazır və kim istəyərsə o şəxsin kitabını oxusun, kim istəyərsə Orxan bəyin kitabını oxusun və bu şəkildə gözəl yanaşma. Düz dediniz Ahmet bəy ki, biz özümüz də cəmiyyətin bir hissəsiyik. Yəni onlar başqa, biz başqa deyilik. Çünki çox vaxt deyirlər ki, cəmiyyətin yanaşması necədir? Yəni o yanaşma bizdən asılıdır. Mən əslində özümə necə yanaşıramsa, özümə hansı münasibəti bəsləyirəmsə, başqaları da bir növ elə edir. Yəni bir növ mən icazə verirəm ki, mənlə necə yanaşsınlar. Əslində təbii ki, haqlısınız. Fiziki durumundan asılı olmayaraq insan özünü cəmiyyətə, digərlərinə necə təqdim edirsə, o reaksiyanı da, o belə deyə əks sədanı da alır. Həqiqətən təşəkkür edirəm sizə Orxan bəy. Mən də sizə təşəkkür edirəm. Maraqlı, həm bir psixoloq olaraq, həm bir yazıcı olaraq. Təşəkkür edirəm Orxan bəy. Çox sağ olun. Sizi belə deyim, qiyabi olaraq illərdir tanısam da, amma bu gün tam olaraq düşündüyüm Orxan Adıgözəli tanıdım. Çox aydın fikirli. Düşünürəm ki, sizin fikirləriniz sizi daha böyük uğurlara aparacaq və sizin kimi insanlara, gənclərə bizim cəmiyyətin həqiqətən də çox ehtiyacı var. Bax beləcə dəyərli izləyicilər, sağollaşırıq. Növbəti buraxılışlarımızda görüşmək ümidi ilə sağ olun, salamat qalın. Mən də sağollaşıram sizlə və bir dənə də sonda xatırlatmaq istəyirəm. Orxan Adıgözəl həm də psixoloq kimi fəaliyyət göstərir. Kimsə istəsə düşünürəm müraciət eləyə bilər. Çox sağ olun.